nətər olur ki, deyək ki, həmən Çində Coca-Cola-nı artıq sanitar vasitələr kimi istifadə edirlər. Unitazların yuyulmasına istifadə edirlər. Niyə bizdə Azərbaycanda Coca-Cola hələ içki, qida məhsullarının içindədir? Niyə görə Rusiyada adicə şüyüdü narkotika elan elətdirə bilirlər imperialistlər? Bax, budur söhbət. O ölkələr ki, özlərini qoruyur, deyək ki, Kuba kimi, Vyetnam kimi, Çin kimi, onlar özlərini qoruya bilirlər. Onlar qadağan eləyə bilirlər imperialistlərin zirzibilini, şirkətdən asılı olmayaraq. Elə şirkətlər var ki, bəli, onların məhsullarını istifadə eləmək olar, deyək ki, texniki vasitələrdən. Deyək ki, girirsiniz marketlərdə, orada nə zirzibili varsa da ki, təmizləyici vasitələr kimi istifadə eləyin, ən ucuzundan belə alın. O önəmi yoxdur. Amma qida məsələsi biraz təhlükəlidir. Qida məsələsində uşaqların, böyüklərin yeməklərinə diqqət yetirilməlidir. Eşidirsiniz, çünki bu da ən önəmli vasitələrdən biridir. Şirkətlərin hamısını bilirsiniz. Kimdir bu bizim marketlərdə da var mı? Bəli, əlbəttə. Buyurun. Mən onları araşdırmamışam. Mənim indi faktlarım yoxdur. Dəqiq deyə bilmərəm. Onu araşdırmaçılardan, siz jurnalistsiniz, siz gedin o araşdırmaçılardan soruşun. Bizim kimyagerlardan soruşun. Bizim görkəmli alimlərimizdən soruşun. Bizim tədqiqatçılarımızdan soruşun. Mən öz sahəmə cavab deyəm. Mən naturopatik onkoloq kimi onkologiyadan qorunması üçün mən vasitələri, yolları, yönəmini göstərirəm.